Salam. Bağlı cisimlərin tərpənməz blokda hərəkəti mövzusu ilə davam edək. Deməli, burada tərpənməz blokda aldığı təcil A bərabərdir M2 çıx M1 vuraq J bölək M1 plus M2 düsturundan tapılır ki, bu əvəzləyici qüvvənin kütləyə nisbətidir. Ümumi kütləmiz 3M, M, 4M edir. Əvəzləyici qüvvəmiz 3M çıxaq M vuraq J'dir. Yəni burada 2mJ bölək 4M'dir. İxtisar edəndə J bölək 2 qaldı. Cavab J bölək 2 D variantı. Sonra eyni qayda ilə A bərabərdir. Bir tərəfdə 4, bir tərəfdə 2. M kütləli var. 4 çıxaq 2 M vuraq J bölək 4 üstə gələk 2 M. Yəni 2 MJ bölək 6 M. Cavab J bölək 3'dür. J bölək 3. Burada da sürtünmə qüvvəsi nəzərimə ipin gərilmə qüvvəsi. İpin gərilmə qüvvəsi üçün bir düsturumuz var. Bunun çıxarılışını demirəm. 2M1 M2J bölək M1 plus M2. Çünki məqsədimiz burada test həll etməkdir də. Yəni düsturun çıxarılışı var, amma məqsədimiz çıxarılış demək deyil. 2 vur, 3 vur, 1 vur, 10 bölək 1 plus 3 bərabərdir. 2 vur, 3, 6, 60 bölək 4, 15 Newton. 15 Newton. İpin gərilmə qüvvəsini yenə T bərabər 2M1 M2J 2 vur 2 vur 6 vur 10 bölək M1 plus M2 2 plus 6 belə 2 üstə gələk 6 8'dir 8 2 vur 2 4 vur 6 vur 10 bu 24 edir də ixtisar etsə 3 30 Newton. Cavab 30. A bərabərdir 6 çıx 2 vur 10 yəni M2 çıx M1 vuraq J bölək 6 plus 2 6'dan 2 çıxanda 40'ı da 10'a bölsək 5 40'ı da 8'e bölsək 5'dir. T bərabərdir 2 M1 M2 J 2 vur 1 6 bölək bura 10 bölək M1 plus M2 2 plus 6 deməli yenə bu 8 edir. 2 və 2 4 240 bölək 8 30 edir. Və 6-cı sualda eyni qayda ilə həll edirik. A bərabərdir 6 çıx 4 vuraq J'miz 10'dur. 6 üstə gələk 4 ilə cavab 2 qalır. T də bərabərdir 2 vur M1 M2 J 4 vur 6 vur 10 bölək M1 plus M2 6 plus 4'ümüz elə 10 edir. Bu da cavab 48'dir, eləmi? 48 Newton. Təcilimiz də 2 idi. 2 48. Deməli keçdik bura. 7-ci suala. F 12 Newton olarsa deyir ki T'ni tap. Burada bunun düsturundan da yazmaq olar. Yadda saxlayaq ki, bax, ən yuxarıda ipin gərilmə qüvvələri eynidir. Bir dənə yükün də yaranan gərilmə qüvvəsi 12 Newton'sa 2 dənəsi 2M2 olacaq 24. Burada 24 olacaq. Onda 3'ü 24 ise 24'ü 3'e bölsək 1'i 8, ikisi də 16. Cavab 16. Cavab 16. Və 8-ci sualda eyni qayda ilə ikisi də eyni tərəfdədir. T gərilmə qüvvəsi 20 Newton'dur. Bir dənə yükdə yaratdığı gərilmə qüvvəsi 20 Newton'dursa 2 dənəsi 40 Newton edir. Cavab bu da 40 Newton'dur. Yəni qısa izah etdim. Diqqətinizə görə minnətdaram.